Всем добрый день. Hər vaxtınız xeyirli olsun. Меня зовут Саид. Adım Səiddir. И сегодня я хочу с вами поделиться, как прошел мой лагерь и как он повлиял на мою жизнь. Və bu gün sizinlə düşərgədəki təəssüratlarımı, həyatıma necə onun təsir etdiyini danışmaq istəyərdim. В первую очередь я хочу сказать спасибо моему тренеру, которая привела меня сюда. Əvvəla öz məşqçimə ki, məni buraya dəvət edib burada olmağıma səbəbkardır, təşəkkürümü bildirmək istəyirəm. Спасибо, тренер. Məşqçi, kimdir məşqçi? Təşəkkür edirəm. Недавно я был в лагере в Молдове. Bu yaxında Moldovada düşərgədə oldum. Лагерь назывался Face to Face. Düşərgənin adı Face to Face, yəni üzbəüz adında idi. Он был очень особенный для меня, потому что он связывал две мои любимые вещи. Mənim üçün çox xüsusi düşərgə idi, çünki sevimli iki şeyi bir araya gətirirdi bu düşərgə. Это христианскую веру и баскетбол. Və sevdiyim bu iki şey xristian imanı və basketboldur. Лагерь длился 5 дней, но за эти 5 дней произошло очень многое. Düşərgə 5 gün davam etdi, amma bu 5 gün ərzində çox şeylər baş verdi. Там было очень красиво, вид, природа, все вокруг было очень атмосферно. Ətrafı çox gözəl idi, ab-havası, təbiəti əla idi. Но самое главное, там были люди. Əsası isə orada adamlar var idi. Там было много американцев, которые приехали. Çoxlu Amerikalılar var idi, onlar da düşərgəyə gəlmişlər. Приехали, чтобы служить для нас, тренировать нас, учить нас. Gəlmişlər bizə xidmət etməyə, bizə öyrətməyə, bizi məşq etdirməyə. У нас был тренер Дэн. Bir məşqçimizin adı Den idi. У него есть 2 сына, которые очень хорошо играют в баскетбол. Onun 2 oğlu var, ikisi də çox yaxşı basketbol oynayır. Это был хороший опыт мне потренироваться с ними и научиться от них. Və mənim üçün bu yaxşı bir təcrübə idi. Onlardan öyrənmək, onlarla birlikdə məşq etmək. Я приехал туда как игрок, как... Mən düşərgəyə bir idmançı, basketbol oyunçusu kimi qoşulmuşdum. Мне хотелось показать себя, стать лучше. İstəyirdim özümü göstərim, daha yaxşı olum. И да, по итогам лагеря стал лучшим игроком. Və bəli, düşərgənin nəticəsində ən yaxşı oyunçu mən sayıldım. И получил немалое количество звезд. Və çoxlu sayda ulduz aldım. Но сейчас я понимаю, самая главная победа была не именно в спорте или в баскетболе. Amma indi başa düşürəm ki, ən əsas qələbə bu basketbolda və ya idmanda deyildi düşərgə zamanı. Самая большая победа произошла внутри меня. Ən böyük qələbə mənim daxilimdə baş verdi. У нас была тема лагеря Proven. Deməli, bizim düşərgəmizin mövzusu proven, ya isbat olunmuş, ya sübut edilmiş. Она была основана на 4 словах. Bu söz əslində 4 sözdən ibarət idi. Первое слово connect – это про связь и как начать отношения с Богом. Birinci söz connect, yəni əlaqə, Tanrı ilə necə təması yaratmaq haqqında idi. Второе слово – это cultivation. İkinci söz cultivation səslənir. Это про рост, как расти с Богом духовно. Ruhani inkişaf barədə mövzu aşılanırdı orada. Как и человек, и как и спортсмен. Həm insan olaraq inkişafımız, eləcə də idmançı olaraq. Третье слово было chosen. Üçüncü söz chosen sözü idi. Было основано на словах Иисуса. Не вы меня выбрали, а я выбрал вас. Bu da İsa Məsih'in sözlərinə əsasən seçilmişdi. İsa orada deyir ki, siz məni yox, mən sizi seçmişəm. Четвертое слово было commit. Dördüncü söz commit sözü idi. Это про посвящение, как доверить Богу свою жизнь. Bu da həyatımızı Tanrıya həsr etmək, həyatımızı ona həvalə etmək haqqında idi. Каждый день у нас были тренировки, chapel, worship и изучение Библии. Hər gün bizim deməli məşqlərimiz baş verirdi. Ondan sonra kilsə toplantımız, stayiş vaxtımız və dua vaxtımız baş verirdi. Мы читали Писание, говорили о Боге, слушали testimonies. Biz müqəddəs yazını oxuyurdıq, sözə qulaq asırdıq, şəhadətlərimizi dinləyirdik, danışırdıq. Но в один день произошло то, что изменило все. Amma günlərin biri elə bir şey baş verdi ki, hər şey dəyişdi. Во время одной из тренировок я не смог сдержать свою злость. Bir deməli məşqin içində mən hirsimi də saxlaya bilmədim. Тренер сказал то, что меня очень сильно задело. Və məşqçi mənə elə bir söz dedi ki, mənim yəni xətirimə dəydi. Он сказал мне, что у меня есть слабость. Xətirimə mənə toxundu əslində, görə nə olacaq. Dedi ki, mənim zəifliyim var. То, что я не умею контролировать себя, и эмоции берут верх надо мной. Это вы. Или он? Он мне сказал. Aha, yəni xətirinə deyib. Deyir ki, yəni sən özü nəzarət altında saxlaya bilmirsən, yəni özü
hissləri qoruyub saxlamalısan. Я это услышал, и мне стало очень обидно, Mən bunu eşidəndə, yəni çox incidim. потому что я в глубине души понимал, что это правда. Çünki qəlbimin dərinliyində bunun doğru olduğunu başa düşürdüm. Но сейчас я понимаю, что Бог иногда показывает свою слабость, чтобы потом получить свою силу с этого. Amma sonra indi başa düşürəm ki, Tanrı bəzən bizim o zəifliyimizi üzə çıxardır ki, sonra o zəiflik vasitəsilə bizə öz qüdrətini versin. И после этого у нас было изучение Библии, Və o hadisədən sonra bizdə müqəddəs kitabın araşdırması baş verirdi. и именно тогда мне подарили Библию. Və məhz o vaxt mənə Bibliyanı, müqəddəs kitabı hədiyyə etdilər. Для кого-то это может быть обычная книга, но именно для меня в тот момент это было что-то большее. Kimlər üçünsə bu sadəcə bir kitab ola bilər, amma o an mənə o kitab veriləndə bu çox xüsusi bir hədiyyə idi. После изучения Библии у нас было свободное время, и я открыл Библию и начал ее читать. Kəlamın araşdırması vaxtı bitəndən sonra asudə vaxtımız idi və mən də kitabımı açıb oxumağa başladım. И с того дня все начало меняться. Və o andan bəri hər şey dəyişməyə başladı həyatımda. Я не могу объяснить это до конца словами, Mən bunu sözlərlə tam ifadə edə bilmirəm. но после этого дня произошло то, что не было раньше. Я больше не срывался, не плакал от злости и не позволял гневу управлять мной так, как раньше. Yəni həyatımda bu dəyişikliyi gördüm. Artıq məşqlərdə hirsimi cilovlaya bilirdim, özümdən çıxmırdım, özümü səbirli saxlayırdım. Как будто Бог начал работать внутри моего сердца. Sanki görürəm ki, Tanrı ürəyimdə işləməyə başlayıb. На следующий день был последний день лагеря, Növbəti gün bu düşərgəmizin sonuncu günü idi и это был день слова «комит». və bu da commit sözünə həsr olunmuş gün idi. После чапел, как обычно, люди делились своими историями. Yəni kilsə toplantımızdan sonra adətən insanlar öz hekayələri ilə bölüşür. Они рассказывали, как пришли к Богу, через что проходили, и как Иисус изменил их жизнь. Onlar öz şəhadətlərini bölüşürdülər. Necə Tanrı ilə tanış oldular, necə İsa onların həyatına daxil oldu, onların həyatını dəyişdi. И после этого всего нам задали очень один важный вопрос. Və bunlardan sonra bizə çox vacib bir sual verdilər. Кто сегодня хочет принять Иисуса Христа? Və sual o idi ki, kim bu gün İsa Məsihi qəbul etmək istəyir? И в этот момент я понял, O an mən anladım. Я понял, что после всего, что произошло, после моей борьбы, после того, как Бог начал касаться моего сердца, я больше не хочу жить по-старому. Mən başa düşdüm ki, o hadisədən sonra, mübarizəmdən sonra Я понял, что мне нужен Иисус. dəyişilmişəm ki, Tanrı mənə toxunub və mən İsanı qəbul etmək istədim. По-настоящему, не просто знать о Нем, не просто слышать о Нем, а жить с Ним. Sadəcə onun haqqında bir biliyə malik olmaq yox, amma onu şəxsən tanımaq və onunla şəxsən yaşamaq istədim. И в тот день я принял Иисуса Христа. O gün mən İsa Məsihi qəbul etdim. Когда это сделал, я начал плакать, Və bu anda mən ağlamağa başladım. но это были другие слезы. Amma bu fərqli göz yaşları idi. Это были не слезы боли, не слезы злости. Ağrı və ya hirs göz yaşları değildi. Это были слезы прикосновения Бога. Bu Tanrının mənə toxunuşunun nəticəsində baş verən göz yaşları idi. Один американец подошел ко мне, его звали Рис. Bir Amerikalı qardaş adı Lister mənə yaxınlaşdı. Он мне сказал, что это твоя новая день рождения, ты можешь плакать. O dedi ki, bu sənin yeni doğum günündür, ruhən sən ağlaya bilərsən. А потом мой друг мне сказал, Digər dostum sonra dedi когда ребенок рождается, он тоже плачет. ki, bilirsən körpə uşağı doğulanda o da ağlayır. И в этот момент я понял очень глубокую вещь, Və o an mən çox dərin bir həqiqəti başa düşdüm. что я родился заново, но с Иисусом. Ki mən yenidən doğulmuşam, amma bu səfər İsa Məsihlə doğulmuşam. Я почувствовал, что моя жизнь уже не будет прежней. Mən başa düşdüm ki, həyatım artıq keçmişdəki həyat olmayacaq. И после этого каждый ко мне подходили и говорили, я горжусь тобой. Və bundan sonra hər kəs mənə yaxınlaşıb deyirlər ki, səninlə fəxr edirik. Это был очень сильный момент, потому что я чувствовал любовь, поддержку и Божье присутствие. Bu an mənim üçün çox güclü təsir etdi, çünki hər tərəfdən dəstək, sevgi, dostluq münasibəti hiss edirdim. И в последний день многие подарили мне свои футболки. Və son düşərgəmizin son günü bir çoxları öz idman köynələrini mənə hədiyyə etdi. Некоторые из них были про Иисуса, некоторые были их не личные. Bəzi o idman köynələrində İsa Məsih haqqında sözlər yazılmışdı, kimlərinsə şəxsi bu idman köynəkləri idi.
Но для меня это было очень ценно, Mənim üçün bu çox dəyərli idi. но не из-за самих вещей, потому что за этим стала любовь. Amma məhz bu əşyalara görə yox, əşyaların arxasında o insanların mənə olan məhəbbəti dururdu. И я приехал в лагерь как игрок, как баскетболист. Mən düşərgəyə basketbolçu, idmançı kimi gəlmişdim И да, Бог благословил меня в этом. və bəli, Tanrı mənə bu idmanda xeyir-dua verdi. Но самый главный, Бог работал не над моим броском, Amma ən əsası Tanrı mənim o topu atmağım üzərində işləmirdi. Он работал над моим сердцем. O mənim ürəyim üzərində işləyirdi. Он показал мне мою слабость, Tanrı mənim zəifliyimi göstərdi. но вместе с этим показал, что я могу стать с этим сильнее. Amma eləcə də göstərdi ki, mən bundan istifadə edərək daha güclü ola bilərəm. Этот лагерь научил меня, что настоящий рост не только может быть как прогресс в спорте, но и настоящий рост не только физический рост, то есть не только в спорте. Aha, bu düşərgə məni onu anlatdı ki, əsl inkişaf yalnız fiziki və ya idman sahəsində baş vermir, amma ruhən də baş verir. Настоящий рост начинается внутри сердца. Əsl inkişaf, artım daxildə, ürəkdə baş verir. И сегодня я хочу сказать одну вещь. Və bu gün mən bir şey demək istəyirəm. Я благодарен Богу за этот лагерь, Mən Tanrıya o düşərgəyə görə minnətdaram. за друзей, за Библию, за Dostlarıma, müqəddəs kitab, Bibliyaya görə minnətdaram. за тренеров, за каждое слово, которое я там услышал. Oradakı məşqlərə və orada eşitdiyim hər bir sözə görə Tanrıya minnətdaram. Но больше всего я благодарен Иисусу, Amma hər şeydən çox mən İsa'ya minnətdaram. потому что именно там я принял его в свое сердце. Çünki məhz o düşərgədə mən İsa'nı öz ürəyimə qəbul etdim. И сегодня я могу сказать, Və bu gün deyə bilərəm. я хочу идти за Иисусом, я хочу расти с Ним, я хочу жить с Ним, хочу... Mən İsa Məsihin ardınca getmək istəyirəm. Mən onunla birlikdə böyümək istəyirəm. Mən onunla yaşamaq istəyirəm. И хочу быть тем человеком, который как Он хочет меня видеть. Və mən istəyirəm o şəxs olum ki, necə İsa məni görür və mənim olmağımı istəyir. Спасибо всем, кто выслушал. Аминь. Və hər birinizə dinlədiyinizə görə minnətdaram. Amin.